Bildiyiniz kimi artıq sabah şəhidlərimizin anım günüdür. Anım günü böyük zəfərin başlanğıc günüdür. Ali Baş Komandanın əmri ilə müzəffər ordumuz 44 gün ərzində düşmənə qalib gələrək torpaqlarımızı düşmən tapdağından azad etdi. Və orada 3000-ə yaxın şəhidimiz oldu. Minlərlə yaralı qazilərimiz oldu. Biz ona görə hər zaman deyirik ki, biz şəhid ailələrinə borcluyuq. Şəhid atasına, şəhid anasına, şəhid yoldaşına, şəhidlərin övladlarına borcluyuq. Yaralı qazilərimizə borcluyuq, döyüşçülərimizə borcluyuq. Ki biz onların hesabına artıq alın açıq gəzirik. Qalib xalq olaraq gəzirik. Allah'tan istəyirik, Allah-u Teala şəhidlərimizin ruhunu şad eləsin. Allah-u Teala yaralı qazilərimizə şəfa versin. Allah-u Teala döyüşçülərimizi, xalqımızı, millətimizi qorusun inşallah. Bu niyyətə sələvat zikr edək. İnşallah elə bugünkü mövzumuz da şəhidlik mərtəbəsi, şəhidlik haqqında olacaq. Allah-u Teala müqəddəs Quran-ı Kərimin Bəqərə surəsinin 154-cü ayəsində buyurur. Bismillahirrahmanirrahim. Və la təqulu limən yuqtalu fi səbilillah əmvətun bəl əhyaun və ləkin la təşurun. Allah yolunda öldürülənlərə, şəhidlərə ölüdürlər deməyin. Əksinə, onlar diridirlər, şəhidlər diridirlər. Lakin siz bunu dərk edə bilmirsiniz. Baxın, ayə deyir ki, şəhidə ölü demək. Bəzən bəzi insanlar bu sözü simvolik mənada qəbul edirlər. Ki, o bizim bir yaxınımız, əzizimiz dünyadan köçür. Deyirik ki, o dünyadan köçmür, bizim qəlbimizdə yaşayır. Bu simvolik mənadır. Biz bunu şəhidlər üçün də deyirik, amma yanlışdır. Şəhidlərdə belə deyil. Tamam fərqlidir. Şəhidlər həqiqətdə ölməyiblər. Onlar həqiqətən diridirlər. Simvolik mənada yox, həqiqətdə diridir. Sadəcə bu dünya ilə cismani əlaqəni kəsib. Əsl həqiqətdə diridir. Hətta mən bir yerdə oxudum. Yazır ki, şəhid şəhadətə yetəndən sonra bu dünyaya müdaxilə etməyə Allah ona icazə verir. Ailəsinin bəzi məsələlərinə müdaxilə etməyə Allah ona icazə verir. Ona görə Quran deyir, şəhid ölməyibdir, şəhid diridir. Hətta mən bunu nəyəsə xatir yox, tam əminliklə deyə bilərəm ki, bu günləri bu məclisdə şəhiddə iştirak edə bilər. Onların adına qurulan məclisdə onlar iştirak edə bilər. Allah onlara bu icazəni verir. Buna sübut olaraq sizə bir dənə olmuş hadisəni danışıram. Həqiqətdə baş vermiş hadisəni danışıram. Mənim bir dostum var, kameraman olaraq çalışır. Ən əsas işi də şəhid ailələrini çəkir. Deyir, bir günləri Xızır rayonunun Şorabat qəsəbəsində şəhidimiz var, Cəfərov Elməddin. Onun ailəsində çəkiliş edirəm. Deyir, çəkilişi tam bitirdim, qutardım, deyir, baxdım namaz vaxtıdır. Deyir, şəhidin atasından xahiş elədim ki, mənə icazə ver namaz qılım. Deyir, mənim də hər dəfə çalışdığım odur ki, şəhid ailələrində çəkiliş eləyirəm, namazı şəhidin otağında qılım. Deyir, atası dedi ki, keç oğlumun otağında namaz qıl, şəhidin otağında namaz qıl. Deyir, daxil oldum otağa, diyandım üzü qibləyə, obrasına diqqət elə. Deyir, diyanmışam üzü qibləyə, pəncərədir, pəncərənin də qarşısında bir pərdə var. Deyir, zöhr namazını bitirdim. Daha sonra 2 rükət şəhid üçün hədiyyə namazı qıldım. Deyir, əsr namazına başladım, namazın 2-ci rükətindəyəm. Namazın 2-ci rükətindəyəm. Birdən gördüm ki, deyir, pərdə o başdan bu başa getdi. Deyir, özümdən bir ixtiyar dedim, havadır da, indi sərindir, küləkdir, pərdə də oynayıbdır. Nə var ki burada? Deyir, namaza davam elədim. Deyirlər, bu anda şəhidin də 2 dənə övladı var. Biri qızdır, biri oğlan. Deyir, namaz qıla-qıla eşitdim ki, şəhidin oğlu bacısına deyir ki, atamın iyi gəlir, atam buradadır. Deyir, özümü itirdim. Allah şahidimdə olan bir şeydir. Deyir, özümü itirdim, dedim, səhv eşitmişəm, namazı qıldım. Davam. Namazı bitirdim, dərhal. Deyir, şəhidin qızından soruşdum. Dedim, qardaşın sənə nə dedi? Deyir, qardaşım mənə dedi ki, atamın iyi gəlir, atam buradadır. Mən atamı gördüm.
Ona görə deyirlər, ha, şəhid ölməyib. Şəhid diridir. Və istədiyi vaxt ailəyə müdaxilə eləyə bilir. Allah onlara icazəni verir. Buna Allah icazə verir. Allah Teala birini də danışacağım sizə. Quran-ı Kərimdə Ali İmran surəsinin 169-cu ayəsində buyurur. Bismillahirrahmanirrahim. وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا ف۪ي سَبِيلِ اللّٰهِ اَنْوَاتًا بَلْ اَحْيَاءٌ اِنَّ رَبِّهِمْ يُرْزَقُونَ. Yine deyir. Allah yolunda öldürülenleri, şəhid olanları heç də ölü zənn etməyin. Ayəyə bax. Əsl həqiqətə onlar da diri. Elə həqiqətən diri olan onlardır. Və onlara Rəbbi yanında ruzi, cənnət ruzi əta olunur. Hədis buyurur ki, şəhidlərimiz deyir, şəhid olan bax, heç bir əziyyət, heç bir ağrı hiss eləmirlər. Görün hansı məqamdır ki, Allah onlara güllə yarası deyək, nizə yarası deyək, qəlpə yarası deyək, heç birinin acısını hiss elətdirmir. Minaya düşüb şəhid olan var. Bunların heç birisini Allah onlara hiss elətdirmir. Ağracı görmürlər. Əgər ağracı hiss eləsəydilər, Həzrəti Peyğəmbərimizdən hədis var da. Deyir, yer üzərindəki hər bir şey, bütün nemətlər cənnət əhlinə verilsə və onlara deyilsə ki, qayıdın bu dünyaya, deyir, onlar qayıtmaq istəməz. Deyirlər, yox, qayıtmırıq. Bütün yer özünün neməti verilir. Onlar deyir, ən gözəl yerdəyik. Amma deyir, şəhid belə deyil. Şəhid özü Allahdan istəyir ki, ya Rəbbəl aləmin, cənnətin ən uca məqamındadır. Allahım, bizi qaytar bu dünyaya. Yenidən sənin yolunda vuruşaq, 10 dəfə şəhid olmaq istəyirik. Görün də Allah Teala onlara şəhid olarkən hansı ləzzəti yaşadıb, hansı nemətləri, nə cür məqamlar nəsb eləyib ki, onlar yerindən bu dünyaya qayıdıb, Allah yolunda vuruşub şəhid olmaq istəyirlər. Onu elə deyirlər də hər zaman. Şəhidin məqamını şəhiddən başqa heç kim anlamaz. Və şəhidlərdə bunu yadda saxlayaq. Allah tərəfindən xüsusi seçilir. Allah o məqamı, o şəhidlik dərəcəsini özü nəsib edir. Çox adam arzuluyur. Amma gələ Allah nəsib eləsin o məqamı. Hər adama qismət olmur. İndi sizə şəhidimiz Həsən ağa var. Allah onun ruhunu şad eləsin. O dediyi sözü deyirəm sizə. Öz dilinin sözüdür. Anası deyir ki, deyir, övladım hələ uşaq yaşındaydı. Deyir, özünə taxtadan bir dənə silah düzəldirdi. Deyirdi, mən böyüyəcəm. Bu silahla gedəcəm, torpaqlarımızı düşməndən azad edib şəhid olacam. Uşağın dediyi söz. İndi onun anasının sözünü deyimsə, şəhid Həsən ağanın anasının sözüdür bu. Anası danışır, deyir, oğlum hələ hərbi xidmətinə getməyə illər var, uşaqdır. Deyir, o zamanları bizim qohum, əqraba, yaxınlarımız, qonşularımız gedirlər hərbi xidmətə, vətənə borcunu verib qayıdırdılar. Deyir, oğlum şəhid Həsən ağa. Deyir, onları görəndə, onlara deyirdi ki, siz hərbi xidmətdə olmamışsınız. Siz vətənə borcunuzu verməmişsiniz. Niyə? Deyir, siz gələ torpaqlarımızı düşmən tapdağından azad eləyərdiniz. Siz bunu eləməmişsiniz. Uşağın dediyi söz. Deyir, gözləyin, mən böyüyüm, gedib torpaqlarımızı düşmən tapdağından azad edəcəm. Böyüdü, 44 günlük vətən müharibəsində getdi torpaqlarımızı düşməndən azad elədi. Anası deyir ki, hər zaman da mənə bilirsin nə deyirdi anasına? Anasına deyirmiş ki, anacan, mən torpaqları azad eləyəndən sonra şəhid olacam. Belə də oldu. Kəlbəcər istiqamətində şəhid oldu. Onu elə deyir, amma Allah gələ o şəhidlik məqamını nəsib eləsin. Allah tərəfindən seçilmiş insanlardır onlar. İndi bir dənə anasının sözünü deyim, bitirim. Bugünkü mövzu ilə ağırda adam danışa bilmir. Ananın dediyi sözə bax. Deyir ki, mənim bir neçə övladım olsaydı, ana danışır, şəhid Həsən ağanın anası. Deyir, mənim bir neçə övladım belə olsaydı, yenə də torpaqlarımızı düşməndən azad etmək üçün övladlarımın hamısını göndərərdim. Gözümü qırpmadan. Çünki vətən üçün deyir, biz övladlarımızı böyütmüşük. Əgər vətən dardadırsa, övladlarımız vətənə dayaq olmalıdır. Namusumuzu qorumalıdır. Ananın dediyi söz. Bax, belə şəhid valideynləri hesabına. Biz alın açıq gəzirik. O şəhidə şəhidlik məqamını öyrədən anadır. Ananın paçlığıdır. Atanın verdiyi tərbiyədir.
ki, övlad uşaq yaşından şəhidlik məqamını dərk eləyir. Necə böyük bir məqam olduğunu anlayır. Və uşaq yaşında dediyi sözlər ilə ki, ana, mən torpaqlarımızı düşmən tapdağından azad edib şəhid olacam. Görün, necə qeyrətli bir övlad böyüdüblər. Sonunda bir dənə İmam Hüseyin əleyhissalamın sözünü xatırlayıb bitirək söhbəti. İmam Hüseyin əleyhissalam meydanda tək qaldı. Sonuncu körpəsi 6 aylıq Ələsqəri boğazından oxladılar. Heç nəyə qalmayıb. Sonuncu körpəsini də şəhid verdi. Və neyniyir? Allahla münacat elədi. Dedi, ya Rəbbim, Allahım, əgər mənim 114 övladım olsaydı, hər birini Qur'anın bir surəsinə görə sənin yolunda qurban verməyə hazıram. Tək İslam dini diri qalsın. Esselamu aleykum və rəhmətullah və bərəkət.